Gözlerin aldı məni, kəməndə saldı məni. Gözəldir mi? Yox. Deyil. Mənim düşüncəmə görə, şəxsi düşüncəmə görə insan müğənninin, ifaçının səsi gözəl ola bilməz. Amma deyirlər səs ya var ya da yoxdur. Xeyr, baxın, səs gözəl deyil, qulaq gözəl eşidir. Bu bilirsiniz nəyə bənzəyir? Biz rəsm çəkirik, düzdürmü? Biz səsimizlə, qulağı eşitməklə, biz güzgüdə özümüzə baxırıq, saçımız əyri dayanırsa, biz onu əlimizlə düzəldirik. Nəyin sayəsində? Göz. Ancaq biz deyə bilmərik ki, burada bizim saçımız öz yeri tutmuşdur, düzdürmü? Deməli, göz bizi ona, göz, əl və digər köməkçi vasitələrlə. Burada da eynən qulağın sayəsində biz səsimizi eşidirik. Mən indi sizə eyni fraqmenti oxuya bilərəm istəyirsinizsə, praktiki göstərək. Əlbəttə. Gözlerin aldı məni, kəməndə saldı məni. Bu gözəl idimi? Bəli. O, nə gözəl səsi var İlham Nəzər. İndi həmin İlham Nəzər. Gözlerin aldı məni, kəməndə saldı məni. Gözəldir mi? Yox. Deyil. Bəli, bu onun praktiki sübutudur ki, səs gözəl olmur.